hoş gördük sizləri. Mən Ali Axundova. Bugün sizlərlə 2024 din nəşrlərindən 9-cu siniflər üçün 20 sınaq kitabının 1-ci sınaq imtahanının suallarının izahlarını paylaşıram. Siz bu sınaq imtahanında natural ədədlər, adi kəsirlər, onluq kəsirlər, həqiqi ədədlər mövzusuna aid tapşırıqların izahı ilə tanış olacaqsınız. Baxaq elə birinci tapşırığa. Ədəd oxunda hər birinin kəsr hissəsi, gerilik yazmağımıza, hər birinin kəsr hissəsi 0.7 olan ABB ədədləri nöqtə ilə qeyd edilib. A üstə gəl B cavabını tapın. A-nın tam və kəsr hissəsi və B üçün yazaq tam, bir də kəsr hissəsi. Və bilirik ki, hər bir x ədədi özünün tam və kəsr hissələrinin cəmindən ibarətdir. Bizə hər ikisinin kəsr hissəsi verilib 0.7 və ədədin tam hissəsi özündən solda yerləşir. Yəni, A-nın tam hissəsi -4, B-nin tam hissəsi isə 2-dir. Onu da belə çıxır ki, A tam hissə plus kəsr hissədirsə, onda A ədədi -4 üzərinə gəl 0.7, -3,3-dür. B ədədi bərabərdir. Özünün tam və kəsr hissələrinin cəmi. Yəni, 2 üzərinə gəl 0.7, bu da 2,7-dir. Bizdən də A üstə gəl B cəmi soruşulub. Biri -3,3, digəri 2,7-dir. Cavabımız -0,6-dır. B variantı. Çalışma 2. İfadənin qiymətini hesablayın. Baxın, vergülü atsam, gərək vergüldən sonraki rəqəmlərin sayını bərabərləşdirəm. Bura bir 0 atam. Onda surət olur 120, məxrəc olur 2. Burada vergüldən sonraki rəqəmlərin sayı eyni olduğu kimi saxlayıram. Burada vergüldən sonraki rəqəmlərin sayı, baxın 4, nöqtə davam eləyir. Yəni, bir tam dövrdə 4-dür. 26, amma bunu çevirəcəm. 120-ni böldüm 2-yə 60. 122-ni böldüm 2-yə 61. Amma 26-nı böləcəm. 1 tam dövrdə 4. Bu 1 tam 9-da 4 deyilmi? Yəni 9-da 13. Bölməndə vurma ilə ifadə etsəm. Vur 13-də 9. 13-də ixtisar gedir 2. Yəni 60, 61. Üzərinə gəl 18. Bu ikisi etdi mi 121. Üstünə də 18-i gəlirik. Cavabımız 139. D variantı. Çalışma 3. Verilmiş A və B ədədlərinin əbobunu araşdıraq verilib. M, N, P, Z, T sadə ədədlərdir. Əbobda ikisində ortaq olan sadə vuruqların qüvvəti ən kiçik olan götürülür. Birinci ikisində ortaqları araşdırıram. M-dir, N-dir və P-dir və qüvvətləri ən kiçiyini götürürəm. Burada da 3-dür, burada da 3-dür. Elə 3 götürəcəm. Burada 2-dir, amma burada 1-dir. Yəni vur, N üstü 1. Burada 6-dır, burada kubdur. Vurulsun P-nin kubu. Cavabımız A variantı. Çalışma 4. Verilmiş bu ədədin standart şəklində yazılışında hansı ifadələr doğrudur? Gəlin birinci 1.260.000-i standart şəkildə göstərək. 1,26 vurulsun 10 üstü sayıram. 2, 4, 6. 10 üstü 6. Qiymətli hissəsi 1,26. Tərtibi 6-ya bərabərdir. Belə bir cavab var 5-də. Qiymətli hissəsi 1,26. 3-də. 3 və 5. C variantı. Çalışma 5. İfadənin qiymətini hesablayın. 1 çıxılsın 0,5-i yazaram. 1 çıxılsın 2-də 1. 1 çıxılsın 0 dövrdə 3. Bu 9-da 3, yəni 3-də 1-dir. Buradan sıralama 1-də yazıram. 1 çıxılsın 10-da 5. Vur 1 çıxılsın 9-da 3. 1 çıxılsın 100-də 25. 1 çıxılsın 10-da 2. Tam açıqlaması ilə yazdım. 1 çıxılsın 2-də 1. 1 çıxılsın 3-də 1. 1 çıxılsın 4-də 1. 1 çıxılsın 5-də 1. Bu bərabərdir. 2-də 1 vur, 3-də 2 vur, 4-də 3. Vurulsun 5-də 4. Bu cür ixtisarlar getsə, cavabımız 5-də 1-dir. B variantı. Çalışma 6. Ədəd oxunda A ədədindən 13 vahid məsafədə yerləşən, bu olsun bizim A ədədimiz, bilirik 13 vahid məsafədə yerləşən, tutaq ki B. A üstə gəl 13-dür, digəri C
A çıxılsın 13-dür. ABC ədədlərinin ədəd ortası, yəni böl 3 bərabərdir 20-dir. Yəni A üzərinə gəl, A üzərinə gəl 13, A çıxılsın 13 böl 3 20-dirsə 13-lər gedir, 3A bölünsün 3 20-dirsə A 20-dir. Bizdən B üstə gəl C cəmi soruşulur. A üstə gəl 13, A çıxılsın 13, yəni 2A'dır. Cavabımız 40-dır. A variantı. Çalışma 7. Əbob 8-in 10-in bərabər 10 olarsa, əkyob 3n plus 1, 2n ifadəsinin qiymətini tapın. Əbob nə idi? Hər ikisində ortaq olan. 8-in 2n vur 2 vur 2-dir. 10n bərabərdir. 2n vurulsun 5-dir. İkisində ortaq 2n-dir deyə əbob 8n 10n bərabərdir 2n. 10-dursa n 5-dir. n 5-dirsə 10 da əkyob. N-in yerinə, baxın, burada da 5 yazaq, burada da 5 yazaq. 15 üstə gəl 1, bu etdi 16. Düzdürmü? Bir də 10. 16 ilə onun əkyobunu araşdırırsınız. 16, 2 vur 2 vur 2 vur 2. Yəni 2 üstü 4-dür. 10, 2 üstü 1 vur, 5 üstü 1-dir. Əkyob necə tapılır? İkisinin nə qədər sadə vurğu var, onu götürürsünüz. Yəni, hansı sadə vurğular var? 2 var, 5 var. 2-nin ən çox olanı, yəni 4. 5-in ən çox olanı, 5 də zaten bir dənədir. Bu deyildir 16 vur 5, cavabımız 80-dir də. Baxın, yadda saxlayın ki, əbobda qüvvətləri ən kiçik götürürsünüz, amma ortaq olanların. Bir də nümunə deyim hər ehtimala qarşı buna aid. Baxın, sizə verilib belə bir əkyob, AB, bir də əbob, AB. Bir də bu hissəyə diqqət yazın, kimlər bilirsə nə gözəl, kimlər bilmirsə öyrənmiş ollar. 2 üstü 4, 3 üstü 5, 5 üstü 7, 11'in kvadratı, B olsun 2'nin kubu, 3 üstü 6, 5 üstü 4, vur 7'nin kvadratı, vur 13 üstü 5. Bax ki, A və B ədədlərimiz bu cürdür. Əkobun tapanda, komple burada nə qədər sadə vuruq var? Baxıram, 2 vardı mı var? 3 var, 5 var, 7 var, 11 var, 13 var. Və bunların qüvvətləri ən böyüyü götürürəm. Baxıram, 4 ilə 3-dən ən böyüyü hansıdırsa onu götürürəm 4. 3-lərdə 6, 5-lərdə 7. 7-də zaten 2-dir, 11-də 2-dir, 13-də 5-dir. Bu oldu bizim əkobumuz. Əbobu tapanda ikisində ortaq olanları araşdırıram. Ortaqlar 2-dir, 3-dür, 5-dir. Yazıram. 2 vur, 3 vur, 5 və qüvvəti ən kiçiyini götürürəm. 2-in kubu, 3 üstü 5, 5 üstü 4. Bu da oldu bizim əbobumuz. Ümidvaram ki, bu haqda məlumatlı oldunuz. Gedək çalışma 8-ə. Deyilir ki, birinci nasos, bir də yeridək yenə yazmağımıza, birinci nasos boş hovuzu 4 saata, ikinci nasos 6 saata doldurur. Üçüncü nasos bu hovuzu 12 saata boşaldır. Birinci nasos 1 saat, ikincisi 2 saat, üçüncüsü 3 saat işlərsə, hovuzun hansı hissəsi boş qalar? Baxın, birincisi boş hovuzu 4 saata bu doldurur. Doldurur. İkincisi 6 saata doldurur. Üçüncüsü isə 12 saata boşaldır. Onda 4'də 1 üzərinə gəl. Birincisi 1 saat işləyib. İkincisi 2, üçüncüsü 3. 4'də 1 üzərinə gəl. 6'da 2 çıx. 12'də 3 bərabərdir. Hissə deyiləndə 1 bölü x-ə bərabər eləmirik. Əgər zaman sorsa 1 bölü x-ə bərabər eləyəcəyik. Bizdən hissə soruşur. 4'də 1 üzərinə gəl. 3'də 1 çıxılsın. 12'də 3. Bu da elə 4'də 1 deməkdir. Bu da bərabərdir. Bu 4'lər gedir. 4'də 1'i bu dolan hissədir. Dolar. Amma bizə deyil. Hansı hissəsi boş qalar? Boş qalan hissəni tapanda boş qalar. 1'dən çıxıram 3'də 1'in cavabımız 3'də 2'si. B variantı. Çalışma 9. Verilmiş ifadənin qiymətini tapın. Gəlin birinci ortaq məxrəcə gətirək. 1 tam, bunu 2'yə vuracağım, sürəsi məxrəci. Məxrəci 6'ya gətirmək üçün 6'da 4, üzərinə gəl 6'da 7. Vur 17'də 12 plus vergüldən sonraki rəqəmlərin sayını sıfırlarla bərabərləşdirirəm.
9 tam virgül 0. Bu bərabərdir. Baxın 1 tam 6-da 4'ü çevirsəm, bu edəcək 6'da 10. Düzdürmü? Bunu elə burada çevirib yazıram. 6'da 10. 6'da 10 ilə altda 7'ni topladım. 6'da 17. Vurulsun 17'de 12. Üzərinə gəl. Vergülləri atıram. 210 bölü 7. Üzərinə gəl. 90 bölü 9. 6 ilə 12 geçsin. 17'lər geçsin. 2, 30, 10 toplasaq cavabımız 42'dir. C variantı. Çalışma 10. Əbu üzərinə gəl. Əküb ifadəsini hesablayın. Gəl birinci 160'ı və 240'ı ayıraq ortaq vuruqlarını müəyyən eləyək ki, bunu sadə vuruqlara bir sadə ayırmayacaq. Necə? Əzbərimizdə vardı mı? 160 80 vur 2'dir. 240 80 vur 3'dür. İkisində ortaq nədir? 80. Fikir verdiniz, mən o 80'i yaza bilərdim. 2 vur 2 vur 2 vur 2 vur 5. Onu o cür uzun uzadı yazmadım. Zaten bilirəm ki, bu 160'ın içində bir 80 vur 2'miz var. 240'ın içində də 80 vur 3'ümüz vardı. İkisində ortaq olan 80'dir. Üzərinə gəl. 120 və 42'ni necə ayıraq? Deməli, 120'nin içində birdən-birə oradakı ortaqları gözü seçməyə bilər. Misal üçün, ikisində də ortaq olan 6 var, amma seçməyə bilər. 120 12 vur 10'dur. 42 6 vur 7'dir. İkisində ortaq olan düzdür 6'dır da bu 12'ni 6 vur 2 vur 10. Baxıram ki, zaten burada 6'dan başqa ortaq yoxdur. Düzdür? Əkobu necə tapırıq? Birini götürürəm, digərində ortaq olmayanı, yəni bu 7'ni vururam həmin o 120'yə. Əkob 120, 42'nin yerinə yazıram. 120'yə vurulsun. 7, 80 üzərinə gəl. 840, cavabımız 920'dir. D variantı. Çalışma 11. Vermiş bu ədədin kəsir hissəsini tapın. A bərabərdir 5, kökdə 18'i 9 vur 2, 8'i 4 vur 2, bu edir 15 kökdə 2 çıxılsın, 6 kökdə 2, yəni 9 kökdə 2. 9'u da saldıq kökün daxilinə, bu da etdi 162. İndi gəlin bunun kəsir hissəsini araşdıraq. Kök altında 162'nin tam hissəsi 12'dir, düzdür. Kəsir hissəsini tapanda həmin bu kök altında 162'dən çıxıram onun tam hissəsini. Yəni cavabımız A variantı. Çalışma 12'də. Vermiş bu ifadənin qaydasını tapmaq üçün iki qaydadan istifadə edə bilərsiniz. Ən qısa qayda budur. Demək, məxrəcdəki birinci kəsrin kiçiyini vurursunuz sonuncu kəsrin böyüyünə. Yəni 2'ni vurursunuz 17'yə. Surətləri də toplayırsınız. Neçə dənə birim var? 5 dənə. 5 dənə biri toplamaqda 5. Cavabımız 34'də 5. Ən qısa versiyası. 34'də 5. Digər versiya. 1'i bölürəm. Yəni surət nədirsə onu bölürəm. Bu ədədlərdən böyüyü ilə kiçiyinin fərqinə. Yəni 5 çıxılsın 2'yə. 1'i bölürəm bu ədədlərdən ən kiçiyinə çıx. 1'i bölürəm bu ədədlərdən ən böyüyünə 17'yə. Bu bərabərdir. 3'də 1 vurulsun. 34'ə gətirəcəyik. Birincini 17'yə, ikincini 2'yə vursaq. 17 çıx 2. 3 vur 34'də 15. 3'ə də ixtisar aparsaq. Cavabımız 34'də 5. B variantı. Çalışma 13. Verilmiş bu ədədlər işarəsini müəyyən edin. Bunun üçün 3 onda 2'ni salıram kökə. 10 tam %24 çıx kökdə 10. Bu ədəd təbii ki müsbətdir. 7'ni salsam kökün daxilinə. 49 vur 2. 5'i salsam kökün daxilinə. 25 vur 5. Yəni kökdə 98 çıx kökdə 125. Bu ədəd mənfidir çünki kökdə 98 kökdə 125'dən kiçik ədəddir. 1/8'i salsam kökün daxilinə. 3'dən %24 çıx kökdə 3. Bu ədəd müsbətdir. Onu da belə çıxır ki, müsbət, mənfi, müsbət. Cavabımız A variantı. Çalışma 14. Verilmiş bu kəsirlərdən hansı 6 tam 24, 24, 24 və s. sonsuz dövrü onluq kəsirinə bərabər deyil. Misal üçün, birinci 6 tam 24, 24, 24 və s.
Olar. Birinci düzdür. Sonra Y-yə gedək. Y bəndində bu A-dır. Y bəndində 6 tam 242, sonra dövrdə 42-dir. Bu nə deməkdir? 6 tam 242, sonra 42, 42, 42 davam eləyir. Bu da bərabərdir, bu da düzdür. Sonra keçək D bəndinə. D bəndində 6 tam 2, 424. Bu bərabərdir. 6 tam virgüldən sonra 2, 424, 424, 424 və s. Baxın, görün, bu bərabərdirmi? Bu bərabər deyil, çünki fikir verdiniz, 24-24 davam eləməli idi. Burada 44 alındı. Deməli, D variantı doğru deyil. B variantına baxaq. 6 tam virgüldən sonra 2 dövrdə 42 bərabərdir. 6 tam, onda 2-dən sonra 42, 42, 42 davam edir. Burada da 24-24'lər gedir. Bu da düzdür. Və C variantı 6 tam 24, 24, 24. Bu da doğrudur. Demək, variantımız D variantıdır. Çalışma 15. Verilmiş ədədləri, kəsirləri artan sırada yazın. Baxın, ən qısa versiya onluq kəsirə gətirirəm. Bu, olar 0.7. B, 8-də 3, 0.1000-də 375. C, 5-də 2, 0.4-dür. D, 20-də 13. Bunda sürət və məxrəcin 5-ə vursam 0.165-dir. Virgüldən sonra birinci, baxaq görək, ən böyüyü A-dır. Çünki 7 gəlir. Sonra D-də 6 gəlir. Sonra C-də 4 gəlir. Ən kiçiyi isə B-dir. Deməli, B, C, D, A. Artan sıra yazıb B, C, D, A. Harada var? B, C, D, A. C variantı. Çalışma 16. Bu ifadə üçün A kvadrat plus B kvadratının qiymətini araşdıraq. A burada onluq, burada isə təklik rol oynayır. Yəni, çıxdıq 9-a. B təklik, burada isə onluq rol oynayır. 1-dən 10-un çıxdım, çıx 9B. Bərabərdə 72-dir. Onda açılsın B bərabər. Hər birini 9-a bölsəm 8-dir. Fərqi 8 olan A və B rəqəmləri üçün ya ola bilər ki, 9 1 olsun və ya 8 0 olsun. Amma niyə 8 0 götürməyəcəm? 8 ilə 0 götürmürük. Çünki yerdəşmə var axı burada. 0 8 yazılmır. Yəni A 9-dur, B 1-dir. Bizdən də kvadratları cəmi soruşulur. 9 ilə 1-in kvadratı cəmi 81 plus 1, cavabımız 82-dir. Çalışma 17. Verilmiş bu cəminin 20-yə bölünməsindən alınan qalğı tapın. Baxın, toplananların hər biri verilmiş ədədə bölünürsə, cəm də həmin ədədə bölünəcəkdir. Fikir versəz, birinci toplanan hasil formasında verilibdir. Düzdür, bu ədəd 8-ə bölünürmü? Bölünür. Çünki bu 10 var, bir dənə də 2 var burada da. 4 vur 2, bu 2 ilə 10 bölünür 20-yə deyə. Bu cəm 20-yə bölünür. Heç bunu vurmuram. 4-dən 5 də 20-yə bölünür. 4 vur 5, 20-də 20-yə bölünür. Bunu da atıram, geri qaldı. 59-u bölürəm 20-yə. Mənə deyir, alınan qalığı tapın. Heç mənə onun 2 tam hissəsi lazım deyil. Qalığımız 19-dur. Cavabımız 19. Baxırıq, çalışma 18. Baxın, bu ikisində 0,78-i çıxararam mötərizə xaricinə. Geriyə qalır 0,78-in kvadrat çıx, 0,22-nin kvadratı vur, 0,78-də 10. Nağdı bu ikisi ixtisar getdi. Bu ikisini isə kvadratlar fərq etmiyor. Bir dəfə çıxaram, bir dəfə toplayaram. Yəni 0,78 çıx, 0,22, 0,78 plus 0,22. Bir də vur 10. Baxın görün, bu mötərizə bizə verirmi? 1-i. Bu mötərizə isə 0,56 vur 10. Cavabımız 5,6-dır. Çalışma 19. Verilmiş belə bir ədəd ona böldükdə qalıqda 4 alınırsa, onda belə çıxır ki, C ədədimiz 4-dür. Yəni 25, AB 7, 4. Həmin ədədin 9-a tam bölündüyünü bilərək ABC hasilinin ən böyük qiymətini tapın. A ilə B bizə fərqli veribdir. A və B ədədlərdən cəmi maksimum neçə kimi gedə bilər, onu burada müəyyən edək. 9-a o ədədlər tam bölünür ki, rəqəmlər cəmi 9-a tam bölünsün.
2, 5, 7, 4 rəqəmlərinin cəmi bu edir 18. Bu ədəddə 9-a tam bölünməlidir. Yəni A ilə B-nin cəminin 9-a tam bölünməsi üçün, bax bu bölünür, düzdür? A üstə gəl, B bölünsün 9-un 9-a tam bölünməsi üçün cəm ta ki 18-ə kimi gedə bilər. Çünki eyni 9, 9. Amma bizə fərqli verir, baxın. Demək, bu ədədin, hələ ki bu şərti qoyuram kənara, 9-a bölünməsi üçün A üstə gəl, B cəmi ola bilər 0 olsun, 9 olsun, 18 olsun. 18-i atıram, 18 o zaman olar ki, ikisi də 9, 9 olsun. Və ola bilər ki, cəm 0 olsun və ya 9 olsun. Cəmin 0 olması üçün ikisi də 0 olmalıdır. Bu versiyanı da atıram. Qaldı 1, 9 versiyası. A və B cəminin 9 olması üçün onda 1, 8, 2, 7, 3, 6, 4, 5, 5, 4, 6, 3, 7, 2 və 8, 1 versiyaları mövcuddur. Bu halda hasilin ən böyük olması üçün onlar çox yaxın ədəd olmalıdır. 4 ilə 5, biri 4-dür, biri 5-dir. ABC hasillərindən C də 4-dür, vurduqda eləyəcək 80-dir. A və B rəqəmləri üçün 3-də 29, A dövrdə B olarsa, AB hasilini tapın. 29-u bölürəm 3-ə. 9 tam 3-də 2. Düzdür? Bu nə deməkdir? 9 tam dövrə gətirmək üçün bunu da 3-ə vururam, bunu da 3-ə vururam. 9-da 6. Yəni 9 tam dövrdə 6. A 9-dur, B 6-dır. Bizə AB hasili soruşulur. 54-dür. Gedək çalışma 21-ə. Belə bir hasildən bu ifadənin qiymətini araşdıracağıq. Onun üçün o 22-ni olduğu kimi saxlayıram. 1-dən 2-də 1-in çıxıram, 2-də 1. 1-dən 2-də 1-i toplayıram, 2-də 3. 1-dən 3-də 1-in çıxıram, 3-də 2. 1-dən 3-də 1-i toplayıram, 3-də 4. 1-dən 4-də 1-ini 4-də 3. Vur 4-də 5. Hətta bundan sonraki bir neçə ədəd və 11-dən qabaqki birini də yazacağım ki, gözünüzə tam rahat görünsün. 1-dən 10-da 1-in çıxanda 10-da 9 toplayanda 10-da 11. 11-də 10 vur, 11-də 12. Nələr ixtisar gedəcək? Fikir versəz, bu ikisi qarşılıqlı sadə ədədli 1 verir, 1 verir və s. bunlar hamısı 1 verəcək. Deməli, başdan qalır, bu 22-ni yazaq, başdan qalır 1, bu kəsir, bir də sonuncu kəsir. Vur 11-də 12, bu da bərabərdir. 2 ilə 11 zaten 22 eləyir, ixtisar gedir, geriyə qalır 12. Çalışma 22. A və B natural ədədləri üçün modul 2A minus 3B'nin ən kiçik qiymət aldığını bilərək vermiş ifadənin ən böyük qiymətini tapın. Ən böyük qiymət məxrəcin ən kiçik qiymətində olar. Bu ifadənin ən kiçik qiyməti isə 2A minus 3B'nin 0'ı. Yəni 2A bərabər 3B, A 3K, B 2K, ən kiçik qiymət K 1 olduqda, A 3, B 2 olduqda olar. Gətir burada yerinə yazıram. 120 bölünsün, 3 üstə gəl 2, 120-ni də bölsən 5'ə, cavabımız 24'dür. Çalışma 23. Kök altında x çıx 4 plus x çıx y üstə gəl 3'ün kvadratı plus modul z plus y çıx 13 0 olarsa x plus y plus z cəmini tapın. Baxın, 2 ədədin, 3 ədədin cəmi o zaman 0 olar ki, bunlar bir-birini 0'a tamamlayan ya əks ədədlər olsun, ya da hər biri ayrı-ayrılıqda 0'a bərabər olsun. Cüt dərəcədən kök, mötərizən kənar kvadrat, modul bir-birinin əksi olması, əksi olan ədədlər olması şansı 0 olan ədədlərdir. Yəni bunlar ayrı-ayrılıqda 0'a bərabər olmalıdır ki, cəm 0 olsun. X çıx 4'də 0 olmalıdır, yəni x 4'dür. X çıx y plus 3 bərabər 0 olmalıdır. 4 plus 3 çıx y 0'dırsa y'miz 7'dir. Və z plus y çıx 13 də bərabər 0 olmalıdır. Z plus 7 çıx 13 0'dır. Z'miz də 6'dır. Bizdən də x plus y plus z cəmi soruşulur. 4 plus 7 plus 6 cavabımız 17'dir. Çalışma 24.
N-in neçə natural qiymətində kəsr natural ədəddir. Gəlin əvvəlcə mötərizəni açaq. N kvadratı üzərinə gəl 11n plus 4n plus 44 plus n kvadrat çıx 4n plus 2n çıx 8 bölünsün n. Gəl 2n kvadratı üzərinə gəl 13n üzərinə gəl 36 bölünsün n. Ayrı-ayrı bölsək 2n plus 13 bir də üzərinə gəl 36 böl n. Bu kəsir nə zaman natural olar? Məxrəc n 36-nın bölənləri olsa. Bəs 36-nın neçə natural böləni var? 36, 2 vur 2 vur, 3 vur 3'dür. 2'nin kvadratı vur 3'ün kvadratı. Onun natural bölənlərinin sayını tapanda hər birinin qüvvətin üstünə 1 gəlirik, vururuq bir-birinə. Yəni 3 vur 3 cavabımız 9'dur. Çalışma 25. Uzunluğu 96 metr və eni 54 metr olan düzbucaqlı futbol meydançasının künc nöqtələrindən başlamaqla perimetri boyunca aralarındakı məsafələr bərabər olmaqla dirəklər bastırılmalıdır. Bunun üçün ən az neçə dirək lazım olacaq? Gəlin birinci bu M və uzunluğun əbobunu araşdıraq. Əbobu dedikdə bəzən olur ki, uşaqlar qarışdırır ki, mən nə zaman ən azı sözümü mənə mesaj verir ki, nə qədər əbob mu tapacam, əkob mu tapacam, yoxsa ən böyük hansı, ən böyük qiymətində belə bir sözlərdə bir get-gəllər yaşayırlar. Siz bu cür fikirləşin bunu. Biz bu bir dirəkləri yan-yana da bastıra bilərik. Onda daha çox xərcimiz çıxar, daha çox dirək bastırarıq, düzdür. Tutaq ki, belə bir meydançamız var və yaxud da həyat yanı sahəmizdə oranı işıqlandıracaq. Nə qədər dirək bastırmalıyıq, işıqlandırmadan istifadə edəcəyik. Amma istəyirik sərgəli olsun, aralarındakı məsafə də künc nöqtələrdən başlayaraq eyni qədər olsun. Bunun üçün aralarındakı ən böyük məsafəni tapırıq, bu edir əbobu ki, əbob 96, 54. Bu bərabərdir. 96'nı yazaram, 6 vur 16, yəni 2 vur, 3 vur, 2 üstü 4. Bu da 2 üstü 5 vur, 3 üstü 1'dir. Düzdür? Və 54, 9 vur, 6. Yəni 3 vur, 3 vur, 3 vur, 2. O da 3'ün kubu vur, 2 üstü 1'dir. Əbobunu necə tapıram? İkisində də olan sadə vurğu götürürəm və qüvvəti ən kiçiyi götürürəm. 2'nin qüvvəti 1, 3'ün qüvvəti 3'dən 2'nin kubu vur 3 üstü 1. 3'ün kubu vurulsun. Düzdür. Bu da bərabərdir. Əbobu 6'dır. Bəs neçə dirək, yəni aralarındakı məsafə 6 metr olmaq şərti ilə nə qədər dirək lazım olacaq? Dirəklərin sayı da x olsun, bərabərdir. Perimetr, buna nə yazaq? Meydança, meydança bölünsün əbob. Əbob nə yazaq buna? Elə 96, 54 yazaq. Bu bərabərdir. Perimetri 2 vurulsun 96 üzərinə gəl 54 bölünsün 6. 2 ilə ixtisar getsin 3. Bu da bərabərdir. 150'ni bölürəm 3'ə. Cavabımız 50'dir. Bununla da biz sizinlə 2024 din nəşrlərindən 9-cu siniflər üçün 20 sınaq kitabının 1-ci sınaq imtahanının suallarının izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn video izahlarda görüşərik. Sağ olun.